Xəbər verdiyimiz kimi dünən Barselonalı futbolçu Lionel Messi'nin toyu baş tutub. Show TV-nin məlumatına görə Türkiyə mediası Messi'nin komanda yoldaşı Arda Turanın toyda olmamasına diqqət çəkib. Futbol dünyasının məşhurlarının yer aldığı mərasimdə Arda'nın dəvətli olmadığı iddia edilib. İlin toyunda Türkiyədən sadəcə Antalyasporda oynayan Samuel Eto'o olub. Möhtəşəmliyi ilə seçilən gecədə futbol dünyasının məşhurları xanımları ilə birgə iştirak ediblər. Onlar arasında Xavi, Carlos Puyol, Cesc Fabregas, Ezequiel Lavezzi, Sergio Agüero, Luis Suarez, Sergio Busquets, Jordi Alba, Luis Suarez, Gerard Piqué və xanımı müğənni Shakira da olub. Amma Arda'nın orada iştirak etməməsi sual yaradıb. Orxan Şirinli, Show TV.